qədər gözəl məhsullarla gəlirik ki, sizə detaylı özüm çəkmirəm qızlar. Çünki istəyirəm ki, orada belə deyim də paylaşdıqca sürpriz olsun. Həm yenilərimiz var, həm daimi satdığımız və sizin hansı ki razı qaldığınız məhsullardan var. Amma hər birindən təbii ki, həmişəki kimi limitli sayda gətiririk. Ona görə nə edirsiniz? Gözünüz storyda olur ki, məhsullar sizə çatsın. Hər dəfəsində qeyd edirəm qızlar, yenə belə səsli şəkildə. Onsuz da bizi daimi izləyənlər, yəni məni tanıyanlar, müştərilərim bilir ki, biz dünyanın hər yerindən mal vurub gətiririk. İstər Türkiyə olsun, istər Rusiya olsun, istər Çin olsun, istər Dubai olsun. Gedə bildiyimiz yerlərə özümüz gedirik. Alınmayan yerlərdə əməkdaşlarımız olur, sağ olsunlar, şəkillər atırlar, seçirik. Karqonu birbaşa Azərbaycana göndərirlər. Hər birində real, canlı sizlərlə bölüşürük, paylaşırıq. Yəni o bəzi o ağzı göyçəklərə demək istəyirəm, girirlər, nə bilim, ağızlarına gələni yazırlar. Ay elə, ay belə. Vallahi billahi qratis sədrək filialı yoxdur. Yəni o söz ümumiyyətlə onu yazanların 70% ilə özü alverçiləri, hansı ki o alt bazarla məşğul olanlar. Baxırlar, paxıllıqları tutur, gözləri götürmür, həzm eləyə bilmirlər, girirlər, boş bekar qalırlar, ağızlarına gələni yazılır. Fişinə qədər, baxın, bastınsın fişi, qratisin fişi. Baxın, çeklərini də özüm saxlayıram, atmıram ki. Yəni, hazırda İstanbuldayıq. İnşallah ki, Azərbaycana gələcəyik və baxın, yəni, o deyir, əl əməyi göz nuru. Hər birini özümüz özəllərimizdən sağ olsun. Saadət də hal-hazırda mənə kömək eləyir çamadanları yığmaqda. Və sizlər üçün Saadət özü şəxsən çoxsunu bir-bir seçibdir. Ona görə, bəli, ayaqlarımız da suluqdur hal-hazırda məhsuldaşmaqdan. Ona görə nə edirik? Bəli, o müştərilərimə aid deyil. Müştərilərimə aid deyil, o boş-boş danışanlara aiddir ki, o deyir Allahınız olsun.